Selamun aleyküm. Açılıb bağlanmağına bax. Yerləmə görsə, bağlayanda da bir dənə diqqət elə, gör necə şiddətlə bağlayır. Amma motorlar sabit işləyir, rahat, yumuşaq işləyir də, yəni sürəti azdır. Motorda çox sıxır. Bağlanandan sonra diqqətlə qulaq as. Bax qardaş, görsən qapı. Qapı açıqdır. Gör nətər oynayır, bax. Motor da ağzına kimi bağlıdır. Avtomatik qapı təmin edilmiş bir pultu. Yorulmuyorsa usta. Elə hamımız yorulmuyor. GTT'nin kapı kolları. Nəzərinizə çatdırım ki, məhsul İtaliya istehsalı dəmir dişlərlə təchiz olmuş bir məhsul. İşlərimiz davam edir, izləmədə qalır. Salam aleyküm herkese. Kamera quraşdırma servisi olaraq bugün biz BFT firmasının məhsulu olan İtaliya birində olan dəmir çarxlı qapımız üçün yaxınlaşmışdı. Müştərimizin şikayəti qapı quraşdırılmadan sonra möhkəm bağlandı və möhkəm açılırdı. Təmir etdik. Gəlin birlikdə təmirdən sonra qapımızı açaq. Bismillah. Qapımız açıldığı zaman təhlükəsiz rellərimiz aktivdir. Biz hal-hazırda qarşısına keçirik. Qarşısına maneə insan keçdiyi zaman, avtomobil keçdiyi zaman qapılarımız avtomatik dayanır və maneə tam aradan çəkiləndən sonra qapılarımız bağlanır. Diqqətinizə çatdırmaq istəyir ki, qapılarımız açılana yaxın yumuşaq açılma ilə tamamlanır və eyni zamanda da bağlandığı zamanda qapılarımız yumuşaq formada bağlanır. Bizdən əvvəl qapılarımız çox sərt şəkildə açılırdı və möhkəm şəkildə bağlanırdı. Qapı bağlandığı zaman sonlandırmada yumuşaq bağlanma funksiyası yerinə yetirir və bu da yüksək ustalıqla nizamlandığımız tənzimləmələrimizin nəticəsidir. Və motor ikinci qapımızda bağlanır. Bir zəhmət olmasa qapımızın necə bağlandığını diqqətlə sonlandırmasını çəkək. Qapımız sıxıldı. Hal-hazırda 3 saniyə sonra da motor sönür. Artıq yüksək külək maneə qapımıza təsir eləmir. İzləmədə qalın, diqqətiniz üçün təşəkkür edirik. Hörmətlə kamera quraşdırma servisi.